Aman tello, tello can. Aman tello, tello can, tello. Canım tello, tello can, tello. Gül ile tello, ben yarımı sevirem tello. Şirin şirin dil ile tello, ben yarımı sevirem tello. Şirin şirin dil ile tello. Əzinem ay 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 bir deme ay ay. Ne olur? Ne göz kaşırırsan orada? Ay yoldaş, biraz saçtalar. Olar. Aman tello, tello can tello. Canım tello, tello can tello. Aman tello, tello can tello. Canım tello, tello can tello. Aman tello, tello Pis oynamırlar. tello. Canım Biraz tello, emosya hastı. tello can tello. Emosya. Ada biraz dili oynayayım da. Araz üstte, buz üstte tello. Kababı yanar, köz üstte tello. Həm rəqqas, həm ifaçı. Hər ikisi bizim bugünkü qəhrəmanımızdır. Növbə ilə onları tanıyaq. Məmmədov İldırım, 17 yaşı var. 3 ildir rəqslə məşğuldur. Rəqsə uşaqlıqdan maraq olub. O günün çox hissəsini rəqsə sərf edir. İldırım bu rəqsləri 2-3 gün ərzində öyrənib. Ancaq hələ öyrənmək istədiyi başqa rəqslər də var. Ən çox bəyəndiyim rəqslər Şalaxo, Uzundərə, milli rəqslərdən çox bəyəndiyim rəqslər. Özüm istədiyim rəqs Qazağı və Süleyman rəqslərini öyrənmək istəyirəm. O bu sahədə təhsil almaq arzusundadır. Elə ən böyük arzusu da budur. Ən böyük arzum xoreografiyanın tələbəsi olub. Xoreografiya məktəbinin tələbəsi olub. İndi isə digər qəhrəmanımızı tanıyaq. Həsənov Ruslan Mənsuroğlu, Bərdər Önkətal Paraq kəndində yaşayıram. 2008-ci ildə Orta İxtisas Musiqi məktəbinə daxil oldum və 2013-cü ildə oranı bitirdim. Ona bu istedadın atasının keçdiyini deyir. Ruslan boş vaxtlarında dostları ilə yığışaraq musiqi ilə məşğul olur. O da sənətini davam etdirmək və bu sahədə tanınmaq niyyətindədir. Hər iki qəhrəman. Gənclərə sözüm budur ki, istəklərinin ardınca getsinlər. Vaxtlarını boş keçirməsin. Hər iki qəhrəmanımıza istədikləri zirvəyə çatmağı arzu edirik.